Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Başlayaq sualların izahına. Sərbəstdir sözünün fonetik təhlilinə əsaslanaraq cədvəldən uyğun olmayan fikri seçməliyik. Uyğun olmayan fikri deyirsə, buradakı fikir əgər düzdürsə, gərək bura səhv yazılsın. Və yaxud da buradakı fikir səhvdirsə, gərək bura düz yazılsın. Yəni sənin fikrinlə buradakı fikir üst-üstə düşməsin ki, o uyğun olmayan fikir adlansın. Cavabımız o səbəbdən B variantıdır. Tələffüz edirik. Görürük ki, tələffüzü bu formadadır. D səsinin kar qarşılığı işlənib. D-nın qarşılığı T-dır. Amma burada T yoxdur. Deməli, bu səhv fikirdir. Biz dedik səhv fikirdir. Bu yazıb ki, doğru fikirdir. Deməli, fikirlər üst-üstə düşmədi deyə uyğun olmayan variant B variantı oldu. Sözdə iki sonor səs işlənib. Səhvdir. Biz də deyirik səhvdir, bu da deyir səhvdir. Deməli, bu uyğundur da. Kar, cingiltli, samit cütlüyü işlənib. Kar, cingiltli, samit cütlüyü bir-birinin qarşılığı sayılan samitlərin işlənməyidir. Burada elə bir məqam yoxdur. Yəni D, T, V, F, Z, S tipli məqam yoxdur. O səbəbdən deyirik ki, səhvdir. Biz də deyirik səhvdir, bu da deyir səhvdirsə, bu da uyğundur. Saitlərin iki müxtəlif məqamda oxşarlığı var. Bəli, bu saitlərin iki məqamda oxşarlığı odur ki, bu saitlər incədir, bir də dodaqlanmayandır. Mən də deyirəm doğrudur, bu da deyir doğrudur, bu uyğundur. İki səs düşümü var, bəli, bax bunlar səsin düşümüdür. Mən də deyirəm doğrudur, bu da deyir doğrudur. Bunlar uyğundur. Gecikgənlik sözünün fonetik təhlilinə əsasən klasteri tamamlayaq. Tələffüz etdiyimiz zaman belə bir hadisə baş verəcək. Cavabımız olacaq burada D variantı. Baxın, sözdə kəmiyyət fərqi yoxdur, düz deyir. Əgər burada doğrudursa, bunlar da doğru fikir kimi götürülməlidir. Sonor səslərdən biri başqa bir sonora keçir. Bəli, bax burada L hərfi N-yə keçib. Deməli, 2 düzdür. Bir də 4. Eyni hərf müxtəlif səsləri ifadə edir. Eyni hərf, baxaq görək, düzmü deyir? Gicit, gicit, şənlik. Bəli, eyni hərflər müxtəlif səsləri ifadə edir. 2 və 4 bizim doğru variantımızdır. Sözdə Ş səsinin qarşılığı işlənib. Ş-nın qarşılığı J-dır, J. Yoxdur burada. Sözdə X səsinin qarşılığı işlənib. X-in qarşılığı Y-dır, burada yoxdur. Cavabımız D variantı. Sual 3. Biri yalnız köməkçi nitqçəsi ola bilir, yəni onun amonimliyi olmasın. Cavab D variantı. Kimi sözü həm əsas, həm də köməkçi nitqçəsi olar. Nə sözü həm əsas, həm köməkçi. Qədər sözü də həm əsas, həm köməkçi. Tək sözü də həm əsas, həm köməkçi olar. Ötürü sözüdür, üçün sözüdür, görədir. Bunlar yalnız köməkçi nitqçəsidir. Yəni bu tiplərin əsasla və yaxud da başqa bir nə ilənsə amonimliyi yoxdur. Variantımız oldu D variantı. Hansı cümlədə əvəzlikdən sonra vergülün işlənməsi düzgündür? Bu mənim ən sevimli şagirdimdir. Budan sonra əvəzlik varsa vergül qoyulmaz. Qorxun ki, bu düzdür. Bu gələndə mən gedim. Budan sonra feili bağlama gələrsə vergül olmaz. O yanı qaya, bu yanı qaya, ümumiyyətlə buralıqda vergül olmaz. Qızım, o nədir? Nədir sual əvəzliyidir deyə vergül olmaz. Sanki modaldır və istisna olaraq bənzətmə bildirən modallar vergül istəmir deyə bu da səhvdir. Cavab Y variantı. Bu, anamın qələmidir. Ona toxunma Gülnar. Cavab Y variantı olacaq. Südabənin bu sözü anamın xoşuna gəlmədi. Nə etdi? Anamın xoşuna gəlmədi, nə Südabənin bu sözü. Mübtədamız 3-cü növ təyinli söz birləşməsi ilə ifadə olunub, xəbərimiz isə frazeoloji birləşmə ilə. Cavabımız 5-də Y variantı olacaq. Uşağın yaşlı gözlərini görəndə anasının bağrı çatladı. Cümləsinin düzgün sintaktik təhlil sxemini göstərək. Anasının bağrı çatladı, xəbər. Nə vaxt, nə zaman uşağın yaşlı gözlərini görəndə. Zərflik var, bir də xəbər. Zərfliyimiz feili bağlama tərkibi ilə, xəbərimiz isə frazeoloji birləşmə ilə ifadə olunub. 7.
Əlbəttə baba, bunları da aparsaq tamamlanacaq. Səncə bunları aparmağa gücüm çatarmı bala? Deməli, dialoqda iki nəfərin də fikri varsa, hər ikisinin qabağında tirə qoyulur. Əlbəttə modaldır deyə vergül, baba xitabdır deyə hər iki tərəfdən vergül, aparsaq saya görə vergül, tamamlanacaq fikir bitir deyə vergül. Səncə modal bunları aparmağa gücüm çatarmı vergül, bala sual. Niyə sual olur? Çünki burada sual ədatı var. Əgər bala yazılmasaydı, çatarmıdan dərhal sonra sual qoyardım. Bala deyə uzadıblarsa fikri, o zaman çatarmı fikri bitirdi. Vergül, bala, sual olacaq. Cavabımız oldu burada C variantı. Baxın, tire, vergül, 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 nöqtə. Bu bir hissə. Gəldim aşağı. Tire, vergül, vergül, sual. Cavab 7-də C variantı. Nümunədə variantdakı fikirlərdən biri yoxdur. Bilirsən, dənizi çox sevirəm mən. İtərəm gözünün maviliyində. Təsirli hallı sadə isim var. Müəyyən yiyəli halda olan isim. Müəyyən yiyəli halda olan isim var. Kökü isimlə amonim olan feil var. Ümumi isim var. İsmin kateqoriyasında götürülmüş sifət yoxdur. Cavab Y. Eləsi var, deyir ki, var axı maviliyində, ay gözəl müdavimlər. Mavilik isimdir onsuz da. İsimdir və ismin özü götürüb kateqoriyalarından istifadə edib. Öz haqqıdır, götürə bilər. Sual 9. Müasir dövrdə niyə heç kimə vaxt çatmır? Texnologiya həyatımızı asanlaşdırmalı olduğu halda niyə müasir insanlar daim vaxt çatışmazlığına şikayət edirlər? Hər şey əlimizin altında olsa da görüləsi işlər artır, vaxt isə qısalır. Bu paradoks günümüzün ən maraqlı problemlərindən biridir. Vaxt çatışmazlığının səbəbləri. Texnologiya vaxtı alır. Telefon, sosial media və müxtəlif tətbiqlər bizi daim məşğul saxlayır. İstirahət və ya iş vaxtını düzgün idarə edə bilmirik. Bu hissədən sonra bir daha oxuyum. Vaxt çatışmazlığının səbəbləri. Texnologiya vaxtı alır, telefon, sosial media və müxtəlif tətbiqlər bizi daim məşğul saxlayır. İstirahət və ya iş vaxtını düzgün idarə edə bilmirik. Müasir iş tempinin artması. İş dünyasında rəqabət artıb. İnsanlar daha çox iş görməyə çalışır, amma nəticədə yorulub effektivliyini itirir. Həddindən artıq planlama. İnsanlar günə çoxlu iş planlaşdırır, amma real olaraq hamısını yerinə yetirmək mümkün olmur. Daim məşğul olma təzyiqi. Cəmiyyət məşğul olmaq anlayışını uğurun göstəricisi kimi qəbul edir. Bu, insanları daha çox şey etməyə məcbur edir. Zamanın sürətli axışı. Texnologiya məlumat axınını sürətləndirib, amma bu sürət insanların psixoloji olaraq zamanı itirmiş hiss etməsinə səbəb olur. Mətnə əsasən doğru fikri seçin. Bəli, bizdən doğru fikir istəyir. Texnologiya həyatımızı asanlaşdırsa da, vaxtı düzgün idarə etməsək, vaxtı itiririk. Bəli, ən uyğun variant budur. Yəni, nə qədər də bizim işimiz asanlaşsa belə, düzgün planlar çərçivəsində biz onu idarə etməliyik. Əks halda vaxtı itirmiş olarıq. İnsanların vaxtı çatmır, çünki işlər texnologiyası həyata keçirilir. Xeyr, yəni yenə deyirəm, düzgün istifadə etmirsənsə, texnologiyanla da işin həyata keçirilməz. Müasir dövrdə heç kim istirahət etməyə ehtiyac duymur. Planlama etmədən bütün işləri görmək mümkündür. Sosial mediada vaxt keçirmək işlərin sürətini artırır. 10. Ən doğru nəticə hansıdır? Nərmin gənc yaşında həm ana, həm də iş həyatının ağırlığını daşıyan bir qadın idi. Gündüzlər işə gedib, ofisdə sənədlərlə baş-başa qalır, axşamlar isə evə qayıdıb övladı üçün əsl ana olurdu. Oğlu üçün hər zaman əlindən gələni edirdi, amma bəzən yorulduğunu hiss etsə də heç vaxt dayanmaq fikrinə düşmürdü. Bir gün işdə böyük bir layihə üzərində işləyirdi. Layihə rəhbəri ondan daha çox vaxt tələb edən bir işi tamamlamasını istədi. Nərmin tərəddüd etdi, çünki həmin axşam oğlunun məktəbdə təqdimatı vardı. Onun qəlbini qırmaq istəmirdi. Axşam işdən tələsik çıxdı və vaxtında məktəbə çatdı. Əli anasını görüb gülümsədi. Təqdimatdan sonra oğlu ona yaxınlaşıb dedi: "Ən yaxşı ana sənsən, çünki sən həmişə buradasan." Bu sözlər Nərimin yüklərini azaltmasa da qəlbinə rahatlıq gətirdi.
O an anladı ki, uğurun əsl mənası ailə ilə keçən keyfiyyətli zamandır. İş həyatının çətinliklərinə baxmayaraq, övladının yanında olmaq onu hər şeydən daha güclü edirdi. Görə bizdən nə istəyir? Ən doğru nəticəni istəyir. İş həyatında uğur qazanmaq, güclü qadın olmaq qadın həyatında ilkin və əsas şərtdir. Ana olmaq yalnız maddi təminat verməklə ölçülür. Çox işləməklə həm işdə, həm də evdə məhv olursan. Uşaqlar analarının diqqətində olsa da, işə daha çox vaxt sərf edilir. Həyatda ən böyük uğur ailə ilə keyfiyyətli zaman keçirməkdir. Cavabımız olacaq Y variantı. Hansı başlıq mətnə uyğundur? Variantı oldu B variantı. Qəlbində sevgi, əlində əmək. Yəni uşağa sevgi və iş. Cavabımız B variantı. Cümlələrdən biri mürəkkəb deyil, variantımız olacaq B variantı. Açan çiçəkdir, ətrafa yayan da çiçəkdir. Variant B. Yəni sadədir. Dedim mən, dinləmədin sən, mürəkkəb. Yağır qar, görünürdü şəhər, mürəkkəb. Gülür günəş, canlanır təbiət, mürəkkəb. Səslədim mən, eşitmədi o, mürəkkəb. Cavabımız 12-də oldu, B variantı. 13. Hansı nümunədə morfoloji və sintaktik sualları eyni olmayan söz işlənmişdir? Variantımız olacaq C variantı. Bu tip şərtdə bil ki, ya isimnin sifətləşməsi, ya da sifətin isimləşməsi variantlarda olmalıdır ki, yəni əsasən bunlardır. Olmalıdır ki, biz sualları sintaktik cəhətdən, bir də morfoloji cəhətdən eyni verməyək. Yəni, qısası bu isim ola-ola sifətin sualına cavab verir. İsim ola-ola təyin sayılır. Hansı mürəkkəb adın yazılışında səhvə yol verilib? Cavab C. Məhz kinoteatr bitişi yazılmalıdır deyə variantımız C oldu. Üzrə, naminə, uğrunda bu tip əlavə köməkçi vasitələr mürəkkəb adın tərkibində balaca ilə yazılmağı düzgündür. Vəqflər, liseylər bu formada yazılır. Birinci söz böyük, ikinci söz balaca. Qəzet, jurnal adları da bəli, dırnaqda yazılmış olur. Gəlirik 15-ə. Uzun zaman sonra əsgər oğlunu görmək onu çox sevindirdi və bu sevinci yaşamaq onun üçün hüzurludur. Cümləsində mübtədanın ifadə vasitəsini müəyyən eləyin. Cavabımız olacaq məsdər tərkibi, Y variantı. Nə onu sevindirdi? Uzun zaman sonra əsgər oğlunu görmək. Bəli, cümlə hansıdır? Variant C. Yadda saxlayın, predikativ sözlərdə ismi xəbər sayılır. Var, yox, lazım, gərək, bəs, mümkün. Gedəcək, oxuyacaq, keçirəcək, başlanacaq, bunların hamısı xəbər olaraq feilin sualına cavab verir deyə feili xəbər sayılır. Hansı cümlədə mürəkkəb adın yazılışında səhvə yol verilib? Variant C variantıdır. Yadda saxlayın ki, bu tip dövrlərdə sadəcə dövr sözü balaca yazılır. Yerdə qalan sözlər isə böyük yazılmalıdır. Şəhidlər xiyabanı düz yazılıb. Nargin adası, yeni il, bir də qız qalası düzgün yazılmışdır. Tabi tərəfi, yəni asılı tərəfi. Təsriflənməyən feillə ifadə olunmuş söz birləşməsini göstərək. Yəni, bu tərəfində məsdər olsun, ya feili bağlama, ya da feili sifət olsun. Bəli, variantımız olacaq C variantı. İsimdir, söz almaq ümumiyyətlə birləşmə deyil, frazeoloji birləşmədir. Ağlağan sifətdir, şəhər isimdir. Cavabımız C variantı. Nümunədə feilin hansı şəkilləri işlənmişdir? İşdə sənə nə deyiblər? Deyiblər, evə gəldin, danış biraz, gül biraz. Zaman var deyə xəbər, danış, gül, bunlar isə olacaq əmr. Variantımız oldu C variantı.